Сколько книг читаю? Вот, например, axırıncı cevabı görürəm Çingiz bəydən. Сколько книг вы yazada bilərsiniz, yazmaya da bilərsiniz. Читай, только y hərfi yox, читаете. Y olmalıdır orada. Bu düz cevap olacaq. Ondan qabaqda düz cevaplar var idi. Sadəcə indi onları aktarmaq istəmirəm. Çitali, proçitali, proçli və s. Bunlar hamısı keçmiş zamandadır. Demirəm ki, səhvdir. Sadəcə mən dediyim cümləyə uyğun gəlmir. Mən dediyim cümlə indiki zamandadır. Yəni normalda deyə bilərsiniz elə, amma bu keçmiş zamandadır. Gод. Потом, сколько книг hissəsində bir çoxunuzda səhvlər var idi. Yəni orada şəkilçiləri düzgün yazmamışdınız. Miqdar göstərən sözlər, много, мало, немного, сколько həmçinin və s. Bunlardan sonra yiyəlik hal istifadə olunacaq. Burada da yiyəlik hal cəmdədir və kniga sözündə sonuncu a hərfi düşür. Ona görə сколько книг вы читаете